Cavab verin də başqa Sən deyirsən ki, Vüqar, salam aleykum, düzdürmü? Arkadaş Quran ayəsi deyir, mən demirəm. Quran ayəsi deyir ki, Allah Teala buyurur ki, salam verilsə salamı alın. Peyğəmbər sizin inandığınız Peyğəmbər sallallahu aleyhi və səlləm cəmaatın salamını almırdı. Onda Allahın şəriətinə qarşı çıxırdı. Cəmaatın alır deyir, namazda verilən salamı almır. Bax onda namazda sən niyə salam verirsən? Boş bir işlərlə məşğul olursan. Salam verirəm, duadır. Duadı mələklər çatdırır və səbəb ki, mələklər çatdırır. Mənə dəqiq gətirir ki, Peyğəmbər salamı qaytarmır. Bəli. Peyğəmbər sağlığında, cəmaat namaz qılanda, bax yenə deyirəm. Vüqar, bir dənə sözümü kəsin. Qardaş, nə əqli yox, nə qil dəqiq gətirir. Bir dənə dəlil gətir ki, Allah Rəsulü sallallahu aleyhi və alihi və səlləm namaz qılanda, səhabələr onun yanında olanda və yaxud da o evdə oturanda biləndə ki, bu səhabə təzə namaz qılıb gəlib bunun yanına deyir ki, aleykum salam ey Ömər, bəyək namaz qıldım, mənə salam verdin, aleykum salam. Və yaxud da onun böyründə səhabələr namaz qılanda elə olub ki, Allah Rəsulunun böyründə səhabələr namaz qılanda hamısı da demir də aleykum salam. Bu boş söhbətdir. İncavaba bax. Təşəhhüddə, 3-cü salamda Əssalamu aleykum və rəhmətullahi və bərəkətudur. Cəmdə verir. Orada verilən salamı alır. Aha can. Mələklər çatdırır da. Bayaq 10 Qardaş, mələklər çatdırmağı məlum deyə orada ixtilafımız yoxdur. Orada müttəfiq işləyir. Bayaq onun söhbətini onun qayıtmağı nə lazımdır? Ay qardaş, onun Quran demir salamı verməyin vacibdir. Quran deyir salamı almağın vacibdir. Gözəl şəkildə qaytarmalısan. Peyğəmbər əgər namazda salamı qaytarmırsa, sən namazını boş bir işlərlə məşğulsan. İnsanın salamı qaytarmalıdır. Cavab verdik də ona Aymun. Əgər cavab deyil axı sənin qardaş. Əgər beləncə cavab verəcəksinizsə heç nə. Mən sizə nəqli dəlil gətirirəm. Siz mənə əqli dəlil gətirirsinizsə, əgər sizin əqidəvizə görə nəqli dəlil. Bayaq Google-dan da dəlil gətirdin ki, Google-dan. Çünki mən sənə nəysə mən çıxdım. Google-dan əvvəl çıxdığın həbsi. İnşallah bu sualın cavabını taparsan, sonra məndən təfid bəhsini eləyəsən inşallah. Allah kömək olsun. Allah sənə hidayət edir. Cümləmiz. Oldu, mən çıxdım. Oldu, əmanət kodu iltimasıdır o inşallah.